الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اتَّقُوا اللّٰهِ. Əziz değerli Müslümanlar, əziz qardaşlar, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Aleykümselam. Və təqva da əzəmətli bir məsələdir. Ona görə əmr olunub və baxsaq Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə görərik ki, çox tövsiyə edib və muizələrdə, xütbələrdə təkrarlanmasının əsas səbəbi odur ki, müsəlman o sifətə nail olsun. Ona görə nazil olan kitablar, göndərilən peyğəmbərlər, yazılan bu qədər elm, danışılan bu qədər söz, hamısı məqsəd odur ki, bu sifət olsun müsəlmanda. Çünki bu sifət heç də dillərdə gəzən boş kəlmələr deyil. Kimdənsə soruşanda ki, Allah'tan qorxursan, desin ki, bəli, qorxuram. O ilə kifayətlənsin. Yox. Əksinə, bu kəlmələrdən də yuxarı bir şey. Ona görə bəzi sələflər deyərdi ki, səndən soruşsalar ki, Allah'tan qorxursan, sus. Çünki desən qorxuram və ya desən qorxmuram, əzəmətli məsuliyyətdir ikisi də. Çünki desən qorxmuram, küfr edirsən. Desən qorxuram və onu ilə yanaşı da əgər günahlarda israrlısansa, yalancısan dediyində. Təqvanın yeri qəlb olsa da, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edib onu əli ilə qəlbinə tutaraq ki, iman buradadır. Qəlb olsa da, zahiri əməllərdə özünü büruzə verməlidir, əgər həqiqətən o qəlb qorxursa. Ona görə bütün bu ibadətlər, hansı ki, əmr olunub bizə yerinə yetirmək, məhz həqiqi təqvanı hasil etməyimiz üçündür. Çünki dedik, təqva elə belə kəlmə deyil. Həqiqəti nədir? Həqiqətdə təqva qul özü ilə Rəbbinin əzabı arasına bir maniyə qoymasıdır. Rəbbinin əzabından qorunmaq üçün bir maniyədir. Və o maniyə də nədir? Onu dərk etsən, təqvanın həqiqiliyini dərk edirsən. Alimlər deyirlər ki, həqiqi təqva odur ki, Allahın və elçisinin əmr etdiyi hər bir şeyi yerinə yetirmək. Və Allahın və elçisinin qadağan etdiyi hər bir şeydən çəkinməkdir. Və ən əzəmətli əmr hansı ki, Allah və elçisi əmr edib bizə təvhiddir. Hansı ki, odur qayə. Onun üçün xəlq olunmuşuq. Ən əzəmətli qadağa hansı ki, əmr olunub bizə çəkinək, qorunaq, Allaha şərik qoşmaqdır. Ən əzəmətli günah hansı ki, İbn Məsud soruşanda Peyğəmbər sallallahu aleyhi və səlləmdən hansı günah daha əzəmətlidir? Cavabı bu olub. Ən təcələ lilləhi niddən və huvə xaləqək. Allah səni yaratmış olduğu halda ona şərik qoşasan. Ona görə bu ibadətlər hansı ki yerinə yetiriləcək inşallah, o ibadətlər təvhiddir. Təvhid üzərində olmalıdır. Təvhid büruzə verməlidir özünü. Üzdə olmalıdır. Şirkdən uzaq olmalıdır. Və həcc ibadəti də ən əzəmətli ibadətlərdəndir.
hansı ki tevhidi cəm edib özündə. İnsan bu ibadətlə hasil edə bilər Allah qorxusunu özü üçün. Və qaydaq həccin əhkamlarına keçən dərsdə toxunduq bəzisinə. Zilhiccənin 8-cinin əhkamlarına, hansı ki tərbiyə günüdür. Zilhiccənin 9-unun əhkamına, hansı ki o gün həcdir, Ərafa günüdür. Çünki Ərafa həcdir. Ərafasız həc yoxdur. Və bugün toxunacaq Zilhiccənin 10-cu günün əhkamına. Və dünən dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Müzdəlifədə dayanandan sonra, gecələyəndən sonra, fəcirdən sonra, dua edib bitirdikdən sonra Minaya doğru hərəkət edib. Günəş çıxandan sonra Cəmaratul Əqabəni daşlamaq üçün. 10-cu günün ən birinci əməli budur. Cəmaratul Əqabəni daşlamaq. Və dedik ki, çoxları Cəmaratul Əqabəni şeytan kimi tanıyır. Elə bilir ki, böyük şeytan adı ilə tanıtdırıb onu sallallahu aleyhi və səlləm. Yox. Sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləm o yerdə İbrahim Peyğəmbərə şeytan göründüyü üçün onun etdiyi əməlin davamı olaraq, necə ki, bəzi alimlər deyir, o yerdə Peyğəmbər s.ə.v o cəmaraları, yəni o daşları daşlayıb, hər birini 7 daşla daşlamaqla, sadəcə gün fərqi ilə və Zilhiccənin 10-cu günü birini daşlayıb. O da Cəmaratul Əqabədir, ən sonuncusu, üçüncüsü, hansı ki Minanın çıxışına yaxındır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onu daşlamaq üçün daşları Minadan yığıb. Və zəvvar da haradan istəsə yığa bilər. Və şərt deyil, necə ki, bəzi zəvvarlar edir, Müzdəlifə gecəsi daş axtarmaqla məşğuldur. Və bu ilə də qalmır, o daşları yumaqla məşğuldur. Elə bilirlər ki, sünnə budur. Yox. Peyğəmbər s.ə.v Minadan Cəmaratul Əqabəni daşlamaq üçün 7 daşını yığıb. Və Cəmaratul Əqabə Məkkəyə ən yaxındır, dedik. Aleyhisselam, Minanın sonudur. Və özünü Cəmaratul Əqabaya tutub, Məkkəni sol tərəfinə salıb, yəni Məkkə sol tərəfində qalıb, Mina isə sağ tərəfində qalıb. Və beləcə daşlayıb. Qaldı ki, daşın həcmi səhabələr seçiblər onun üçün daş. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hətta o məsələdə də ifrata varmamağı tövsiyə edib. Baxmayaraq, daş da atırsan. Ona görə tutub o daşlardan bir-bir baxıb seçib və noxud dənəsindən biraz böyük daşı seçərək deyib ki, bunun kimisini atın. Bəzi zəvvarların etdiyi kimi nə gəldi atmırıq. Və elə etiqad edirlər ki, nə qədər böyük daş atsalar o qədər daha çox savab qazanırlar və ya şeytanı qətl edirlər. Bunlar hamısı xurafat. Peyğəmbər sallallahu aleyhi və səlləm 7 daşla Cəmaranı daşlayıb, bu daşların həcmi noxud dənəsindən biraz böyük. Və hər daşı atanda da təkbir edib. Yəni, daşı atanda deyib ki, Allahu Akbar. Və dedi ki, təlbiyəni də ən son daşla kəsib. Yəni, ən son daşı atandan sonra təlbiyə dayanıb. Və hər daşı atanda sünnədir Allahu Akbar deyəsən. Və indi görəcəksiniz, daşı atanda şərt deyil, var qüvvənlə atasan və ya çırpasan o divara, hansı ki tikilib ki, asanlıq olsun zəvvarlar üçün. Əvvəlki kimi kiçik bir yer deyil, hansı ki izdiham səbəbindən ölüm səbəbləri çox olurdu. Allah həmd olsun, asanlaşdırıb. Əsas odur ki, attığın daş o quyuya düşsün.
Şərt deyil, çırpasan divara var qüvvətinlə dediyim kimi. Və atma vaxtı da günəş çıxandan sonradır. Hətta Müzdəlifədən gecə yarısı tez çıxan zəiflər, qadınlar, yaşlılar, uşaqlar da daşı günəş çıxandan sonra atmalıdırlar. Çünki Müzdəlifədən gecə yarısı çıxmaq bir məsələdir, daş atmaq isə başqa bir məsələdir. Hətta daşı günəş zeniti keçəndən sonra gecəyə qədər ata bilərsən, əgər böyük izdiham varsa. Günəş çıxandan dərhal sonra ata bilməmisənsə, günəş zeniti keçməmişdən qabaq ata bilməmisənsə, gecəyə qədər ata bilərsən. Elə ki, daşı atıb bitirdin, artıq hər şey sənə halal olur. Yəni, ehramdan çıxırsan. Birinci təhəllül deyirlər ona. Ehramdan birinci çıxmaq hasil olur. Hər şey halal olur, yalnız qadınlardan başqa. Hətta saçını qırxmasan belə, artıq ehramdan çıxmış sayılırsan. Paltarını geyinib, ətir vura bilərsən. Çünki Ayşə radiyallahu anhədən sabit hədis var ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi ətirləyirdim, yəni ehrama girməmişdən qabaq və daş atandan sonra ehramdan yəni çıxdığında. Ona görə də daşı atdınsa artıq ehramdan çıxmış sayılırsan. İstəsən paltarı dəyişib o cür tavafa düşə bilərsən, istəsən ehramında qalıb o cür tavafa düşə bilərsən. Dedi ki, saçını qırxmasan belə. Və bəzi alimlər görüb ki, eləcə də Şeyx Albani, necə ki, nəql edilmir ondan öz kitabında, gün batana qədər şərt görüb ki, ziyarət tavafını bitirib qurtarasan. Və alimlər də var, deyiblər ki, icazəlidir Zilhiccənin axırına kimi ziyarət tavafını etmək. İcazəlidir Zilhiccənin axırına qədər ziyarət tavafını etmək. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm qurbanını kəsib. O vaxt qurbanlar elə daş atan yerin yaxınlığında kəsilirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o qurbangaha gəlib, orada qurbanını kəsib və Minanın hər yeri qurbangahdır. Və şərtdir ki, haramın ərazisində kəsilsin. Sünnə olan budur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o yerdə kəsib. Və istəyən Minanın hər hansı bir yerində kəsə bilər, istəyən Məkkənin, yəni haram ərazisində kəsə bilər. Ona görə deyib ki, mən burada kəsdim. Mina hamısı qurbangahdır. Məkkənin hər bir küçəsi, hər bir yolu qurbangahdır. Olduğunuz yerdə qurbanlarınızı kəsin. Olduğunuz yerdə qurbanlarınızı kəsin. Və sünnədir ki, insan öz əli ilə kəssin, əgər bacarırsa. Və müasir zamanda məşəqqətli olduğu üçün çox insanlar həvalə edir. Yəni, ödənişi banka edir və ya kəsəcək digər insanlara həvalə edir, vəkalət verir. Peyğəmbər s.ə.v öz əli ilə kəsib. Və sünnədə öz əli ilə kəsəsən, əgər rahatlıqdırsa, bacarırsansa, ya da ki, kimsə sənin əvəzvə kəsəcək. Və kəsmə şəklinə baxsaq, necə kəsilir? Heyvan qibləyə doğru uzadılaraq, sol tərəfi üstə, və sağ ayaq onun bədəninin bir hissəsinə qoyulur və ya sağ tərəfinə sağ ayaq qoyulur. Eləcə kəsilir. Bu aiddir nəyə? Qoyuna və ya keçiyə. Amma dəvə kəsmək isə sünnə odur ki, dəvə nəhr edilir. Nəhr yəni boğazının altından iti bir alətlə boğazı kəsilir və dəvə də ayaq üstə olur. Lakin necə kəsilir? Sol ayağı bağlanmış, digər üç ayağı isə açıq şəkildə üzü qibləyə dayandırılmış. Və kəsəndə də nə deyirsən? Deyirsən Bismillah, Allahu Akbar, Allahumma innə hədə minkə və lək, Allahumma təqəbbəl minni. Allahın adı ilə
Allah böyükdür. Allahım bu səndəndir. Sənin üçün də Allahım məndən qəbul et. Və əgər kimsə qısaca desə ki, Bismillah və ya Bismillah, Allahu Akbar kifayət edər. Və qurbanı kəsmə vaxtı 4 gündür. Zilhiccənin 10-u, Zilhiccənin 11-i, Zilhiccənin 12-si və Zilhiccənin 13-ü məğribə qədər. 4 gün, yəni təşrik günləri, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, kullu əyyamət təşrik dəbh. Bayram günü və təşrik günləri. Deyib ki, bütün təşrik günləri, yəni Zilhiccənin 11-i, 12-si, 13-ü qurban kəsilən gündür. Və sünnədir kəsdiyin heyvanın ətindən nədənsə yeyəsən. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm yeyib kəsdi heyvanın ətindən. Və bacarırsansa özünlə olduğun, yəni daimi qaldığın yerə aparmağa, bu da sünnədir. Əgər bacarırsansa, yəni tələf xarab olmursa, apara bilirsənsə, aparasan. Və həmçinin sünnədir, ehtiyac sahiblərinə yedirəsən. Kasıblara, fəqirlərə. Çünki Allah Teala öz kəlamında bunu vurğuluyur. وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ شَعَائِرَ اللّٰهِ لَكُمْ فِيهَا خَيْرٍ. Deyir ki, bu qurbanları sizin üçün Allahın şuarlarından bir şuar etdiyi. Bunda sizin üçün böyük bir xeyir var. فَذْكُرُ اللّٰهَ عَلَيْهَ سَوَائِفٍ. Onların üzərində Allahın adını zikr edin. Yəni Allahın adını çəkin. فَاِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا. Elə ki, böyrü üstə yıxıldılar, yəni kəsdiniz. أَطْعِمُ الْقَانِيَ وَالْمُعْتَرِ. Ondan kasıblara və dilənçilərə, yəni istəyənlərə verin və ya yedirin. Ona görə sünnədir, ehtiyac sahibinə yedirəsən. Və sünnədir ki, əgər kimsə qoyun kəsmirsə, dəvə kəsirsə və ya inək kəsirsə, sünnədə gəlib ki, 7 nəfər şərik ola bilər. Dəvədə, eləcə də inək danada 7 nəfər şərik ola bilər. Və kim kəsməyə qurban tapmırsa, o zaman, yəni təməttü həcc edir, kəsməyə qurban tapmırsa, o zaman oruç tutacaq. 10 gün, 3 gün təşrik günləri həccə, yəni Zilhiccənin 11-i, 12-si, 13-ü, 7 gün isə ailəsinin yanına qayıtdıqda. Və təşrik günləri oruç tutmaqda bir qadağa yoxdur. Baxmayaraq, təşrik günləri yeyib, içib, Allahı zikr etmək günləridir, ibadət günləridir. Lakin Ayşə radiyallahu anhədən, eləcə də İbn Ömər radiyallahu anhədən gələn hədisdə gəlir ki, təşrik günləri rüxsət olaraq, yəni izn olaraq icazə verilib ki, heyvan tapmayan, yəni kəsməyə oruç tutsun. Sonra başını qırxır tam və ya qısaldır. Yəni, başını istəsə qırxar tam kişilər, istəsə qısaldarlar. Lakin əfsəl olan hansıdır? Tam qırxmaq. Ne üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib olar üçün. Ona görə o duadan payın olsun deyə istəyirsənsə, tam qırxırsan. Nə deyib? Allahümmə ərhəm əl-muhalliqin. Allahım saçlarını qırxanları bağışla. Qalu, dedilər kim? Səhabələr. Vəl-muqassirinə ya Rasulallah. Qısaldanlar da Allahın elçisi. Dedi ki, Allahümmə ərhəm muhalliqin. Allahım qırxanları bağışla. Dedilər ki, yenə səhabələr, vəl-muqassirinə ya Rasulallah. Qısaldanları da Allahın elçisi. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan sonra dedi ki, vəl-muqassirin. Daha doğrusu 4-cüdə, 3 dəfə deyəndən sonraki qırxanları bağışla, 4-cüdə dedi ki, vəl-muqassirin, qısaldanları da. Ona görə 3 dəfə dua edib, tam qırxanlar üçün. Və sünnədir, saçını qırxmağa başlayanda sağ tərəfdən başlasın. Ənəs radiyallahu anh'ın hədisində gəldiyi kimi. Və gəlib ki, Peyğəmbər s.ə.v belə edib,
sağ tərəfini qırxandan sonra səhabələrdən birinə verib saçını. Digər tərəfi qırxdırıb, digər səhabəyə verib. Yəni isə Talhaya olmalıdır. Sən unutmamışsansa. Və qırxmaq saçı kişilərə xasdır. Qadınlar isə ümrədə etdikləri kimi saçlarını cəm edib ucundan biraz götürsələr kifayətdir. Ona görə deyir ki, sallallahu aleyhi və səlləm, leysə alən nisai halqun. Qadınlar üçün saçı qırxmaq yoxdur. İnnəm alən nisai təqsir. Qadınlar üçün sadəcə saçı qısaltmaq var. Saçı toplayıb, yəni ovucunun içinə, ucundan bir buğum götürsə, bir balaca kifayət edir. Və sünnədə gəlib ki, imam insanlara qurban kəsdikdən sonra minada xutbə verə bilər, moizə edə bilər, hatırlama edə bilər. Və dedi ki, Peyğəmbər s.ə.v qurbanını elə daş atan yerə yaxın edib və ona görə də o yerdə əgər qurban kəsmək mümkün olursa, insan edə bilər. Lakin hazırki dövrdə bu qaldırılıb, yəni qurbangahlar daşınıb binanın xaricinə. Sonra edəcək əməllərdən 10-cu günün nə qalır? Neçəsini zikr etdik? Üçünü. Daş atmaq, qurbanı kəsmək, başı qırxmaq, dördüncü nədir? Ziyarət tavafı. Ona tavaful ifada da deyilir. Tavaful ifada. Tavaful ifada Kəbəni 7 dəfə dövrə vurmaqdır, ümrədə olduğu kimi. Və ondan sonra Səfa Mərvə arasında eyni ümrədəki kimi 7 dəfə gedib gəlməkdir. Sadəcə bəzi təfsilata geçsək, ziyarət tavafını edəndə evə yaxınlaşanda ümrədən fərqi nədir? Ümrədə ehramda olursan. Lakin ziyarət tavafında paltarında da ola bilərsən. Ümrədən fərqi nədir? Sağ çiyin açılmır. Hətta ehramla düşən, paltarını dəyişməyən, sağ çiyini açmağa ehtiyac yoxdur. Çünki sağ çiyini açmaq ilk gəldiyin tavafdadır. İlk gəldiyin tavafdadır. Və sünnədəndir ki, eləcə də ziyarət tavafında sürətlə yerimək yoxdur. Necə ki, ümrədə ilk 3 dövrəsində Peyğəmbər s.ə.v ümrə edəndə sürətlə irəliləyib, yəni sürətlə gedib. Digər dövrləri adi qaydada. Lakin ziyarət tavafında bu yoxdur. Və sünnədəndir ki, tavafı bitirdikdən sonra məqam-ı İbrahimdə 2 rükət namaz qılasan. Necə ki, ilk ümrədə etdiyiniz kimi, ilk tavafda etdiyiniz kimi bu sabitdir Zühridən. Eləcə də İbn Ömər radiyallahu anhu ondan gəlib ki, hər 7-dən sonra 2 rükət var. Yəni, insan hətta nafilə tavaf etsə, həc və ya qeyri, həcdən sonra və ya başqa vaxtda, həcc olmayan vaxtlarda gəlsə, nafilə tavaf etmək istəsə, hər 7 dövrədən sonra 2 rükət qılmaq sünnədir. Sonra Səfa Mərvə arasında gedib gələcək. Yəni, Səfa Mərvə arasında eyni ümrədəki kimi 7 dəfə gedib gəlmək var. Və Səfa Mərvə arasında gedəndə də eyni qaydada Səfada başlayıb Mərvada qutarmaq neçə sayılır? 1 sayılır. Mərvadan Səfaya 2, beləcə sonda Mərvada bitirirsən. Və eyni dualar ümrədə olduğu kimi Səfa Mərvada oxunur. Lakin bilmək lazımdır ki, nə tavafda, nə Səfa Mərvə arasında getdikdə xüsusi dualar yoxdur. Yalnız İbrahim məqamı Ruknul Yəməni ilə, yəni Yəmən küncü ilə Qaradaş arasında getdikdə deyilir ki, Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirəti həsənə və qina ədəbənlər. Eləcə də Səfa Mərvada edilən o zikirlər hansı ki, əvvəlində edilir Səfanın və ya Mərvanın, onlardan başqa insan istədiyi duanı edə bilər. Lakin o zikirlərlə yanaşı, onlar hamısı sünnədir. Əsas odur nədir? Kəbəni 7 dəfə dövrə vurmaq, Qaradaşdan başlayıb Qaradaşda bitirmək, Səfa Mərvə arasında 7 dəfə gedib gəlmək, Səfada başlayıb
Mərvaya getmək bu birdir, Mərvadan Səfaya bu ikidir. Beləcə 7 dəfə gedib gəlirsən, Mərvada bitirirsən, bitirdikdən sonra heç bir zikr olunmur, çıxırsan. Elə ki, Səfa Mərva arasında səy etdi, yəni tavafını etdi, Səfa Mərva arasında getdi, gəldi, bundan sonra tam olaraq ehramdan çıxmış sayılırsın. Hər şey sənə halal olur, eləcə də qadınlar daxil. Və gəlib sünnədəndir ki, insan bacarırsa, zöhrü Məkkədə qılsın. Abdullah ibn Ömər deyir ki, Minada qılsın. Bəzi sahabələrdən gəlir ki, sünnədən ki, Məkkədə qılsın. Abdullah ibn Ömər deyir ki, sünnədir ki, zöhrü Minada qılsın. Və həmçinin sünnədəndir ki, gəlib zəmzəmdən içsin. Gəlib Səfa Mərvanı bitirdikdən sonra, ümrədən fərqli olaraq, çünki ümrədə tavafı bitirdikdən sonra su içirsən. İbrahim məqamında 2 rükət qılandan sonra su içib başına tökürsən. Lakin ziyarət tavafında Səfa Mərvanı bitirəndən sonra gəlib zəmzəm içirsən. Lakin başa tökmək isə yoxdur. Başa tökmək yoxdur. Sonra Minaya qayıdıb təşrik günləri Minada gecələməlisən. Və təşrik günləri Minada gecələmək hökm olaraq vacib əməldir. Və təşrik günlərinin əməli var. Təfsilatlı şəkildə zikr edəcək. Lakin Minada gecələmək təşrik günləri, yəni Zilhiccənin 11-i, 12-si və 13-cü günə qalmaq istəyənlər üçün 13-ü vacibdir. Əgər qalacaqsa, yəni məğribə qədər çıxmayıbsa 12-ci gündən sonra, artıq qalmalıdırsa, o gecələri Minada gecələməlidir. Yəni gecələməlidir. Dedikdə nə qəsd olunur? Yatmaq qəsd olunmur. Yəni gecənin əksər hissəsini Minada keçirməlisən. Ona görə də ziyarət tavafını bitirdikdən sonra qayıdıb Minaya gəlirsən. Və Zilhiccənin 11-i günəş zeniti keçəndən sonra hər 3 cəmaranı, necə ki bəziləri deyir, hər 3 şeytanı daşlamalısan. Hər birini 7 daşla, necə ki, Qurban günündə 7 daşla daşlamışdın, eləcə. Və başlayırsan 1-ci cəmaladan, yəni kiçiyindən. Başa düşəsiz deyə, elə deyirəm ki, yəni kiçik şeytan deyirlər ona. Yəni kiçiyindən, kiçik cəmaladan başlayırsan, hansı ki, o Xeyf məscidinə ən yaxın olanıdır. Və elə ki, daşladın, yəni daşı atma forması da eyni 10-cu gündəki kimi hər daşı atanda təkbir edirsən. Yəni Allahu Akbar deyib daşı atırsan. Əgər kimsə yəni aciz olan birinin yerinə daş atacaqsa, öz daşını atandan sonra, yəni 7 dəfə daş atandan sonra başqasının yerinə daş ata bilər. Əgər şikəst biri varsa, zəif biri varsa, xəstə biri varsa, gələ bilmirsə daş atmağa, kiməsə həvalə edibsə daş atmağa, bu formada atır. Öz yerinə 7 dəfə daş atır, sonra başqasının yerinə. Elə ki, Cəmaratul Əs-Suğranı, yəni kiçik cəmaranı daşladı, biraz qabağa keçib sağ tərəfdə dayanıb dua edib sallallahu aleyhi və səlləm. Gəlib bəzi rəvayətlərdə ki, duanı uzun edib. Uzun uzadı edib. Ona görə sağ tərəfə keçib biraz qabağa dua edirsən. Və duanda istədiyini edə bilərsən. Yəni, əlləri qaldırıb, dua edib Allahdan istədiyini diləyə bilərsən. Sonra ikinci cəmaraya yaxınlaşırsan, eyni qaydada daşlayırsan. Yəni, 7 daşla daşlayırsan, sonra qabağa keçib biraz bu dəfə sola çıxıb, üzü qibləyə dayanıb, uzun dua edə bilərsən. Yəni, əlləri qaldırıb, Rəbbindən istədiyini diləyə bilərsən. Sonra 3-cü cəmaraya yaxınlaşırsan, eyni hansı ki, Cəmaratul Əqabədir, eyni qaydada, yəni evi, yəni Kəbəni sol tərəfə salırsan, Minanı sağ tərəfə salırsan, üzünü cəmaraya tutub 7 daşla daşlayırsan, ondan sonra dayanmırsan, yəni dayanıb dua etmirsən. 3-cüdən sonra dayanıb dua etmirsən və çıxırsan. Bu 1-ci gün Zilhiccənin, yəni 11-inin əməlləridir. Zilhiccə ayının 11-inin əməli budur. Bu 3 daş atmanı yerinə yetirir. Sonra 12-cü gündə eyni qaydada günəş zeniti keçəndən sonra, yəni zöhrün azanından sonra
Zöhrün azanından sonra ta gecəyə qədər. Eləcə də 13-cü gündə eyni qaydada əgər qalacaqsansa. Amma kim 12-ci gün, yəni daşı atandan sonra çıxmaq istəyirsə, çıxa bilər, bu icazəlidir. Və qalmaq istəyən də qala bilər. Bu da icazəlidir. Allah Teala nə deyir? وَذْكُرُوا فِي أَيَّامٍ مَعْدُودَةٍ Allahı sayı bəlli günlərdə zikr edin. فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ Kim tələsib 2 gündə, yəni çıxmaq istəyirsə, 2 gün daşını atıb çıxmaq istəyirsə, ona günah yoxdur. وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ Amma kim qalacaqsa, ona da günah yoxdur. 13-cü günə kim qalacaqsa, ona da günah yoxdur. Sonra nədir? لِمَنِ اتَّقَى Kim Allahdan qorxarsa. Göstərir ki, 13-cü gün qalmaq daha əfsəldir və təqvaya daha yaxındır. Və sünnə odur ki, bu 4 əməli, bundan əvvəlki 4 əməl, hansı ki, bayram günü edilib. Sünnə odur ki, tərtiblə edilsin. Yəni, Zilhiccənin 10-nun əməli, daşı atmaq, başı qırxmaq, heyvanı kəsmək, başı qırxmaq, ziyarət tavafını etmək. Bu 4 əməli tərtiblə etmək sünnədir. Amma tərtib pozularsa, kimsə birini digərindən əvvəl edərsin. Qurbanını daş atmamışdan əvvəl kəsərsən. Başını daş atmamışdan əvvəl qırxarsan. Ziyarət tavafını, məsələn, daş atmamışdan əvvəl edərsən. İcazəlidir, bəli, icazəlidir. Çünki səhabələr o günün əməllərindən nəyi önə çəkdilər, nəyi gecikdirdilər, o haqda Peyğəmbər sallallahu aleyhi və səlləmlə nə soruşdularsa, dedi ki, ifəl və lə harac. Və ya lə harac, lə harac. Et bir qadağası yoxdur. Et bir qəbahəti yoxdur. Amma o ki, qaldı təşrik günlərinin daş atması, onda da üzr sahibləri üçün istisnalar var. Onda da üzr sahibləri üçün istisnalar var. Və üzr sahibləri necə daş atır həmin günlərdə? Üzr sahibləri üçün gəlib ki, bəzi rəvayətdə də Peyğəmbər s.ə.v icazə verib bəzi insanlara minada gecələməsin. Məsələn, Abdullah ibn Ömər deyir ki, İbn Abbas Peyğəmbər sallallahu aleyhi və səlləmlə icazə istədi ki, Məkkədə gecələsin. Yəni, minaya gəlməsin. Ne üçün? İnsanlara su payladığı üçün. İnsanlar üçün su daşıdığı üçün və Peyğəmbər sallallahu aleyhi və səlləm izin verdi ona. Və həmçinin icazəlidir 2 günün daşını bir gündə atmaq. Yəni, 11-ci gün və ya 12-ci gün 2 günün daşını bir gündə cəm edib atmaq. 11-ci günün, 12-ci günün daşını ya 11-ci gün, ya 12-ci gün cəm edib bir gündə atmaq. Kimə icazəlidir? Çobanlara. Hansıla ki, Peyğəmbər s.ə.v-in zamanında sürü gətirmişdilər. Asib ibn Adi radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verdi dəvə otaranlara gecələməsinlər minada və həmçinin 10-cu günün daşını atsınlar, sonra 2 günün daşını bir gündə cəm etsinlər. 10-cu gündən sonra atılan 2 günün daşını bir gündə cəm edib atsınlar, yəni 2 günün birində. Və icazəlidir həmçinin üzr sahibləri üçün gecə atsınlar. Ona görə gəlib hədisdə ki, çobanlar üçün Peyğəmbər s.ə.v icazə vermişdilər, gecə atsınlar. Və eləcə də digər üzr sahibləri də onlar kimi gecə ata bilərlər. Çünki onlar gündüzlər sürünü otarırlar. Yalnız gecə atmağa vaxtlara qalır. Və icazəlidir həmçinin sünnədən icazəlidir ki, minada gecənin əksər hissəsini qalmaqla insan düşüb Kəbəni ziyarət edə bilər. Lakin bir şərtlə ki, minada gecənin əksər hissəsini qalsın. Düşüb Kəbəni ziyarət edə bilər, tavaf edə bilər evi. İstər gecədən, istər qeyrisindən, əgər gecənin əksər hissəsində qalacaqsa. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabitdir bu. Eləcə də sünnədəndir ki, təşrik günləri çalışasan, cəmaat namazlarını qoruyasan. Cəmaat namazını cəmaatla bir yerdə yerinə yetirəsən. Və gəlib ki, əfsəldir, əgər bacarırsansa, Xeyf məscidində namaz qılasan. Xeyf məscid daş atan yerə yaxın bir yerdədir. Və qədim məsciddir. Gəlib ki, sallallahu aleyhi və səlləmdən sallə fi məscidil Xeyf səb'unə nəbiyyə.
Xeyf məscidində 70 peyğəmbər namaz qılıb. Belə ki, daş atmağı bitirdin 12-ci gün və ya 13-cü gün, təşrik günləri. Bu nə deməkdir? Bu deməkdir ki, həcc bitdi. O deməkdir ki, həcc ibadəti bitdi və insanlar Məkkəyə qaldıqları yerə qayıdırlar. Və nə qədər qalacaqlarsa orada qalırlar. Yəni Allah Taala'nın yazdığı qədər, təqdir etdiyi qədər orada qalacaqlar. Orada qaldıqları müddətdə həris olmalıdırlar yenə ibadətə, cəmaat namazlarını yerinə yetirməyə, xüsusən də haramın içində, Kəbədə və sözsüz ki, haramın ərazisinin hər yerində namaz 100 mindir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məscidimdə qılınan namaz 1000 namazdır və ya fəziləti 1000 namazdır. Yalnız haram məscidindən başqa orada qılınan namazın əfsəliyyəti nə qədərdir? 100 mindir. Və alimlər deyiblər ki, o 100 min təkcə Kəbəyə aid deyil, haramın bütün ərazilərinə aiddir. Və bəzi alimlər də deyiblər ki, ancaq Kəbəyə aiddir. Dəlil olaraq gətiriblər ki, rəvayətlərin birində gəlir ki, deyir ki, sallallahu aleyhi və səlləm istisna edərək yalnız Kəbə məscidindən başqa. Və icazə verənlər haramın bütün ərazisində deyiblər ki, sahabələrin feilindən sabitdir ki, onlardan bəziləri haramın ərazisindən kənarda yaşayırdı. Namaz vaxtı girirdi haramın ərazisində, orada qılırdı, su çıxırdı. Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm həcc ərəfəsində Cəbrin hədisini oxusaq, görərsiniz ki, 3 dəfə Minadan Bəthə Qureyş adlanan yerə gəlib. Orada dayanıb, namazlarını orada qalıb, Kəbəyə getməyib. Deyirlər ki, əgər əfsəliyyət ancaq Kəbəyə aid olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm o savabı tərk etməzdi. Yaxşı, digər hədisə nə cavab veriblər? Kəbə məscidi açıq aydın bu ləfzdən gələnə deyiblər ki, haramın bütün ərazisini Allah Taala Kəbə adlandırıb. Hədiyən bəliğəl Kəbə. Qurban haqqında danışanda deyir ki, yəni qurban Kəbəyə çatana qədər, yəni Məkkənin ərazisinə. Deyiblər ki, bu deməkdir ki, Məkkənin bütün ərazisi 100 mindir. Yəni insan olduğu yerdə də qılsa, haramın ərazisində o da 100 min. Lakin bacarırsa Kəbəyə düşmək, sözsüz ki, daha əfsəldir, tavaf edə bilər. Cəmaat namazının, yəni insanların sayının çoxluğuna görə, o baxımdan əfsəlliyə görə ora gedə bilməsi daha yaxşıdır. Və bacardığı qədər tavaf etsin, namaz qılsın və fərq eləmir gecə və ya gündüz və bacardığı qədər əgər bacarırsa Yəmən küncünə əl sürtsün tavaf etdiyində, qaradaşı öpsün, bacarmırsa öpməyi toxunsun. Çünki gəlib sallallahu aleyhi və səlləmlə ki, Yəmən küncü ilə qaradaş günahları salır. Deyir ki, sallallahu aleyhi və səlləm onlara toxunmaq günahları silir. Kim evi tavaf etsə, ayağını hər qaldırdıqda və hər qoyduqda Allah Taala onun üçün savab yazır. Və ondan günah silir. Və onun dərəcəsi qaldırılır. Və kim 7 dəfə Kəbəni tavaf etsə, bir qul azad etmiş kimi. Bir qul azad etmiş kimidir. Və deyir, tövsiyə edir öz qəbiləsinə, deyir, ya bəni Abdümanaf, ey Abdümanaf qəbiləsi, la təmnə əhədən tavaf bihədəl beyt. Bu evi tavaf edən heç kimsəyə mani olmayın. Və sallə əyə səətin şə və ya bu evdə, yəni namaz qılmaq istəyən heç kəsə mani olmayın. Günün hansı saatından olursa olsun, gecəsindən və ya gündüzündən. Kim tavaf etmək istəyirsə, namaz qılmaq istəyirsə, heç kim ona mani ola bilməz. Bundan sonra nə qalır ziyarət edənə? Vida tavafı. Hansı ki, axırıncı əməldir. Məkkədən çıxdıqda bu tavafı edilmədən, yəni çıxılmır. Elə ki, bütün ehtiyaclarımız bitəcək Məkkədə, yəni ibadətlərin hamısını yerinə yetirəcəyik. Səfərə hazırlıq başlayacaq. Səfərə çıxmağa az qalmış, evi tavaf edib vidalaşıb çıxacaq. Necə ki, İbn Abbas radiyallahu anh'ın hədisində gəlir ki,
kənən nənsu yansarifuna fi kulli vəcih. İnsanlar bundan əvvəl necə gəldi, çıxıb gedirdilər. Yəni, haradan istəyirdilər, necə gəldi, çıxıb gedirdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, lə yənfirannə əhədun həttə yəkuna əxiru əhdihi ət-təvafu bil-beyt. Sizdən biriniz son əhdi, evi tavaf etmək olmayınca çıxıb getməsin. Yəni, evi tavaf edib vidalaşmayınca çıxıb getməsin. Mənası budur. Və qadın da əgər çıxıb gedirsə, o da veda tavafı edir. Və istisnadır heyizli qadın. Baxmayaraq ondan əvvəl qadın heyizli olsa da, ona əmr edilirdi ki, oturub gözləsin, ta təmizlənəndən sonra gedib vida tavafını etsin, sonra getsin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yüngülləşdirdi qadınlar üçün. İcazə verdi ki, əgər ziyarət tavafını edibsə və vida tavafını etməmişdən əvvəl heyz olubsa və səfər artıq yaxınlaşıbsa, tavaf etmədən çıxıb gedə bilər. Ona görə fikir ver. Alimlər deyirlər ki, əgər bir şey icazə verilirsə, istisna edilirsə ondan, bu da o deməkdir ki, onun hökmü nədir? Vacibdir. Deməli, vacibdir ki, icazə verilib ondan. Rüxsət verilib ki, etməsin qadınlar. Əgər üzürləri varsa, üzürləri nədir? Xəstəlikləri. Və sünnədir ki, insan Məkkədən getdiyində özü ilə su götürsün burada. Nə suyu? Zəmzəm suyu. Çünki o su mübarək sudur. Sünnədir ki, insan o sudan, o bərəkətli sudan özü ilə götürsün yaşadığı yerə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm götürürdü. Qablarda, tulumlarda, dəridən olan qablarda və gəlib ki, xəstələr üçün şəfadır. Nə üçün içilirsə şəfadır. Bədəndə əgər nəsə xəstəlik varsa, dərinin üzərində üçün sürtülürsə şəfadır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm götürürdü ondan. Və xəstələrin üzərinə tökürdü, onlara içirirdi. Hətta gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə olanda, o vaxt ki, Hüdeybiyyə sülhündən sonra qadağan edilir, sallallahu aleyhi və səlləmə Məkkəyə gəlməyi və sülh müddətində sülh bağladığı kim olur? Suheyl ibn Amr. Ona yazırdı, deyirdi ki, ona əhdi lənə min mə'i zəmzəm. Bizə zəmzəm suyundan hədiyyə et və lə tətruk. Yəni, bizi tərk eləmə. Bizi susuz qoyma. Fəyəbəəthu iləyhi bimizədəteyn. O da Peyğəmbər sallallahu aleyhi və səlləmə 2 qabda su göndərir. O da baxmayaraq Məkkə müşriklərindən idi. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm ondan xahiş etdikdə ona göndərirdi. Elə ki, insan yəni vida tavafını edir, Kəbəni tavaf edəndən sonra, yəni 7 dəfə dövrə vurur, 2 rükət qıldıqdan sonra artıq Məkkədən rahat çıxa bilər. Və yaxşıdır ki, tez bir zamanda ayrılsın. Lakin bir şey var ki, onu da xatırlamalıyam ki, bəzi zəvvarların etdiyi kimi etməməlidir. Necə? Görəcəksiniz ki, bəziləri vida tavafını edəndən sonra və ya umumən məscid, yəni Kəbə və ya qeyri məscid çıxanda arxasını Kəbəyə tərəf çevirib çıxmırlar. Arxa-arxaya çıxırlar məsciddə. Sünnədə belə bir şey gəlməyib. Bu xurafatdır, bidətdir. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm elə çıxıb, nə səhabələr. Əksinə, sünnədə necə gəlibsə məscidə girmək, o cür daxil olursan məscidə, daxil olduğunda sağ ayağı atırsan və məscidə girdikdə deyilən zikirləri deyirsən, çıxdıqda isə sol ayağı atıb çıxırsan və məsciddən çıxılarkən deyilən zikirləri deyirsən ki, Allahumma inni əsəlukum min fadlik, Allahım sənin lütfündən diləyirəm. Bununla da həcc ziyarətinin əhkamları bitir. İnşallah sabah dərsimiz yenə davam edəcək gün orta 16:30-da. Suallar üçün vaxtı sabah bütün dərs boyu suallar olacaq. Ona görə də üzürlü hesab edin. Yəni, vaxtın həm gec olduğunu nəzərə alın, həm yorğun qardaşların çoxu, həm bəzi qardaşlar yəni Mina Müzdəlifədə, Ərəfada yerlərin təyin olunması üçün gedib. Onlar da yorğun da onları nəzərə alaq. Allah sizdən razı olsun. Bir də bir şeyə diqqət etmək istəyirəm. Bəzi qardaşlar müraciət edib ki, yeməkxanada qadınlarla kişilərin oturduğu yerə
dikkat edin. Çünkü kadınlar kişilere karışır. Rahat yemək yeyə bilmirlər, narahatçılıq olur. Belə qərara gəlmişik ki, əgər mümkünsə, böyük yer kişilər üçün o girdikdə sol tərəfdə o kiçik yer, hansı ki az sayda oturacaq var, o yeri qadınlar üçün ayıraq. Əgər yerinə yetirə biliriksə, əgər bacarırıqsa. Hətta ailəli qardaşlar yəni gəldikdə çalışsınlar ki, yəni buna riayət edə bilirlərsə, yəni yeməyi ayrı yeyib, yəni qadınlara qarışmadan ki, qadınlar rahat oturub naharlarını və ya axşam yeməklərini yeyə bilsinlər. Allah sizdən razı olsun. Bu sadəcə bir xatırlama idi. Allah Teala bizə şidi faydalanmak etsin. Aqulu ma tesma'un ve estağfirullah li ve lekum ve li sairil muslimin min kulli dhanb. Estağfiruhu innehu huvel gafurur rahim.